Qurban bəy, icazə verin, bir kəlmə də Buyurun. deyim bu məsələlə bağlı. Bayaq mən qeyd elədim, sanki bu insafdan, mürvətdən, ləyaqətdən, şəxsiyyətdən kənar şəxslərin hamısını yığıblar bu məhkəmələrə hakimlik eləməyə, nə bilim mən prokurorluq eləməyə, prokuror orqanlarına, vəzifələrə, sanki bu bilmirəm hardan toplayıblar, hardan yığırlar, harda yetişdirirlər bu insanları. Qurban bəy, sizin 66 yaşınız var. Həmişə bu tribunadan siz sual verirsiniz. İcazə verin bu sualı mən sizə verim bu dəfə də. Abid bəy də buradadır. Sizin şuurlu həyatınızın demək olar ki, 52-54 il şuurlu həyat yaşamısınız da, o uşaqlığa çıxsaq. Bu dövrdə siz bir dəfə də olsun rastlaşmısınız, belə bir ölkə olar, belə bir dövlət olar, belə bir məmləkət olar, belə bir əyalət olar, belə bir nə olar ki, insanların haqqı bu qədər tapdalansın və yerdə qalsın, eşidən olmasın, harayına gələn olmasın, insanlar ümidsiz buraxılsınlar. Baxın, Qurban bəy, biz bəzən aksiyalar təşkil edirik ki, deməli, ərizələr yazın, haqqınızı tələb edin, ümumi ərizələr yazın, haqqınızı tələb edin ki, biz sərhədlərin açılmasını istəyirik, biz nə bilim, uşaq pulu istəyirik, biz nə bilim, mən başqa şeylər istəyirik. İnsanlar bunu yazmağa belə qorxurlar. Qorxurlar ki, mən yazsam, sonra məni gələcəklər, evindən aparacaqlar, sən bunu nə yazmısan? Bax, bu qədər qorxu altında, bu qədər ümidsiz bir hala salınıb bu xalq, bu insanlar. Ona görə Abid bəyin bayaq dediyi məsələlə mən tamamilə razıyam ki, daha sivil yolla haqqınızı al məsələsi arxada qalıb. Bitib bu təmiz sivil yolla haqqınızı alın, haqqınızı istəyin məsələsi. Çünki sivil yolla hardan istəyərlər? Sivil yolla istəyərlər məhkəmədən, sivil yolla istəyərlər prokuror orqanlarından, sivil yolla istəyərlər. Məsələn, bunlar da baxmayanda onların üstündə instansiyalar var, onlara gedərlər. Onlar da baxmayanda baş nazirin yanına gedərlər. Baş nazirə müraciət edərlər. Ay baş nazir, bəs bizim bir dərdimiz var. Baş nazir özü quldur, prokuror qul, məhkəmələr qul. Nə bilim, mən belə, bax, bu qadının səsinə, harayına hansı vicdanı olan, danışan bir məxluq, hakim, yəni səssiz qala bilər, əksinə qərar verə bilər. Yəni buna da mı mütləq tutaq ki, o prezidentin göstərişi lazımdır, tutaq ki, bayaq siz adını çəkdiniz, Mehriban Əliyevanın göstərişi lazımdır. Yəni bunların özlərinin ürəyi yoxdurmu, vicdanı yoxdurmu, ləyaqəti yoxdurmu ki, heç olmasa yanıma bir şəhid anası gəlir, onu bir dinlə, bax, qulaq as, heç olmasa yuxarıların bundan xəbəri yoxdur. Sən ən yuxarı instansiyasın, ay hakim. Bir onu düzəməlli insan kimi olacaq. Bu nədir? Mən valla adam anlaya bilmir. Bəzən adam başını əllərinin alına düşünür ki, əllərinin arasına düşünür ki, qardaş, belə məmləkət mi olar, belə ölkə mi olar, belə dövlət mi olar, belə quruluş mu olar, belə idarə etmə mi olar? Yəni bu nə qədər davam edə bilər bu məsələ? Bir çıxış yolunu biz nəhayətə tapmalıyıq, Qurban bəy. Ümid tamamilə kəsilib yəni hər şeyə. Yəni bu tunelin sonunda bir işıq var yəni. Mütləq o tunelin sonunu tapmaq üçün işığa doğru insanlara aparmağın yollarını tapmalıyıq yəni. Vallahi adam bilmir nə desin. İcazə olar Qurban bəy. Buyurun. Təşəkkür edirəm. Belə formada idarə olunan dövlət olubmu, varmı sualı üçün gələk biz tarixə bir dənə baxaq. Düşünürəm ki, belə və yaxud da hətta bundan da betər idarə olunan dövlət olub. Misal üçün, Monqol istilasına uğrayandan sonra Bağdad. Bəli, insanları sıraya düzürdülər qoyun kimi. Ürəgi istəyən Monqol qadını çıxardırdı qılıncını, kimin istəyirdi, soxurdu, öldürürdü. Amma Abid bəy, o düşmən idi. Elə eyni şeydir, onun üstünə gəlirəm. İstila olmusan. Hələ biz istila olunmuşuq. Azərbaycan istila olunub. Vallahi istila olunub, inanmırsınız mənə. Bax, bunu biz insanlara çatdırmalı ki, sən, bəli, sən istila olunmusan. Sən düşmən tərəfindən əsir alınmısan. Bunlar düşmənlə səni idarə. İnsanların bunu dərk eləsələr, onda çıxış yolu var. Buyurun. Ərəb tarixçilərinin bəzən o yazdığı qədimi tarix əsərlərə müraciət edəndə həmin dövrdə Bağdadda nələr baş verirdi, onu oxuyanda adamın bir vadillə tükləri biz olur. Adamın əti sümüyündən ayrılır. Təkcə hələ təxminən 20 milyonluq, yəni kitabı olan bir kitabxananın yandırılması, insanların bayaq dediyim qaydada evlərə girib, ürəkləri istədiyi vaxt, istədiyi evə girib, istədiyi adamı qətlə yetirilməsi, bunlar hamısı ona görə baş verirdi ki, əlində hakimiyyət olan dəstə özünü idarə elədiyi dəstədən bilmir.
onlardan artıq tutur və deyir ki, aşağıda olanlar mənim qulumdur. Yəni istilanın, işğalın mahiyyəti budur da. Bir xalq, o biri xalqı və yaxud da bir dövlət, bir qrup insan, o biri qrup insanı, dövləti nə deyə işğal eləyir ki? Fikirləşir ki, mən ondan artığam, mən ondan üstünəm. Onun şərəf ləyaqəti yoxdur, onun dövləti olsun. Onu mən işğal eləməliyəm, onları mən idarə eləməliyəm. Vəssalam, bundan sonra baş verir. Bugün Azərbaycan təəssüf ki, 1993-cü ildə üzr istəyirəm, beynim qarışdı. Bu 4 iyun 4-ün 93-cü dövlət düz dedim. 93-cü il çevrilişindən sonra işğal olunub. Burada söhbət ərazi işğalından getmir. Burada söhbət siyasi işğaldan gedir. Yəni heç bir dövlət, əgər həqiqətən də dövlət başçısı özünü bu xalqdan hesab eləyirsə, onun hakimiyyəti altında 100-dən yuxarı qazi intihar eləyə bilməz. Əgər İlham Əliyev üçün dövlət məfhumu müqəddəs demirəm ha. Ümumiyyətlə mahiyyəti olan vətən məfhumunun ümumiyyətlə cüzi bir mahiyyəti olan insan olsaydı, bu vətənin bütövlüyünü, bu dövlətin ərazi bütövlüyünü təmin eləmək üçün canından qaçan, qanından keçən oğullarına bu cür münasibət sərgiləməz. Ki, bunların içində bugün həbsxanada ölümə tərk olunmuş Rıza Səfərsoy da var, Tofiq Yağublu da var və yad eləyək dostumuz Hacıbəyliyev də var. Yəni, görsənən budur ki, bu hakimiyyət özünü bu xalqa düşmən və yaxud da əksinə bu xalqı özünə düşmən bilir. Qurban bəy gözəl hansı addımlar atılır ona toxundu. Qurban bəy, siz bilirsiniz də, mən süni intellektlə bəzi məsləhət məşvərətlər eləyirəm. Bir dənə əlavə eləmişəm. Rejissordan xahiş eləyə bilsəydik, versəydik bir məsələni istəyirəm izləyicilərlə bölüşüm. Belə bir sual verdim süni intellektdə ki, əgər bir diktator 10 ildən sonra hakimiyyəti öz oğluna ötürmək istəyirsə, hansı addımları atmalıdır, onun yolunu necə açmalıdır? Burada gördüyünüz kimi bir neçə 6 dənə punktda izah verib. Birincisi, oğlunu siyasi arenaya götürməkdir. Yəni, ona hansısa bir siyasi post vermək. Burada misallar çəkir, müdafiə naziri də ola bilər, vitse-prezident də ola bilər, təhlükəsizlik xidmətinin rəhbəri kimi də ola bilər və faktiki bu dağı biz bilirik ki, İlham Əliyevin oğlu harada çalışır? Vergilər Nazirliyində. Parlament və ya partiyada mühüm mövqelər. İndi parlamentdə yer almır, amma səhv eləmirsə, Yeni Azərbaycan Partiyasında da post tutur, Qurban bəy. Sizdə belə bir məlumat varsa. Dövlət mediasında yoxdur. Dövlət mediasında onun imicinin formalaşdırılması. Baxırsan, mənasız səhifələr, gələcəyin lideri, Türkün lideri, bu cür lapa ucuz nə mənadır ya? Yəni, söhbət Türk dünyasından gelmir. Yəni, Türk dünyasının nə İlham Əliyevlə, nə onun oğlu ilə əlaqəsi yoxdur. Öz-özü aldatmıyor. Bəli. Bax, bu cür PR eləyirlər. İnsanlar axlokratik bir idarə etmə tətbiq eləyiblər. İnsanların çoxluğunun cahilliyi üzərində qururlar bu strategiyanı. Göstərirlər, yol gedir. Mənəm Türk, məndən burada canavar ulaqçıdır, qoyurlar fonlar. Oğlu ilə bağlı Abid bəy. Bəli. Oğlu ilə bağlı. Bəli. Artıq bir ildən yuxarıdır ki, bu reklam gedir, mən görməmişəm. Bəli, gedir. İctimaiyyətə qəbul et. İkinci addım zehinlərdə. İctimaiyyətə qəbul etdirmək. Necə? Onu bilikli, vətənpərvər. Xatırlayırsınızsa, bu spiker var idi. Spiker idi, ya Mavin idi. Deyirdi ki, onun oğlu xüsusi təyinatlı belə bir... Elman Nəsirov. Təyinatlı hərbi hissədə qulluq eləyir. Müharibə başlayanda, müharibə ön yerində olacaq. Müharibə olsa o hardadır bilmir. Eynən. Bax, bu cürna və yaxud da atasının yolunu davam etdirən, bu kəlmə sizə tanış gəldi, atasının yolunu davam etdirən gənc lider. Vaxtı ki, İlham Əliyev də bizə bu metodlarla sıramışdılar. Bəli, məhz sıramışdılar. Və yaxud da onun milli dəyərlərə bağlı gənc enerjili lider kimi qələmə vermək, brendləşdirirlər. Hansı tədbirə bax, COP29-a baxırsa orada adama sual verirlər ki, sən hansı adla COP29-da iştirak edirsən? Və yaxud da Nazirlər Kabinetinin iclasında gəlib İlhamdır, sağ əlinin altında, Mehribandır, onun yanında Heydər Əliyev oturur. Bu kimdir ki, gəlib dövlətin idarə etməsində aid olan bir iclasda oturmalıdır? Yavaş-yavaş bunu ki, o qədər gənc liderdir ki, yaxşı işləyir.
Mediada tez-tez görünməsi, humanitar layihələrdə iştirak eləməsi. Yəqin ki, bu bir çox insanlara tanış gəldi. Bəli. Misal üçün Heydər Əliyev olmasa da Mehriban Əliyevana necə PR elədilər, brendə çevirdilər. Heydər Əliyev fondu, xeyriyyəçilik, sülh məramlı səfir və s. və axır. 3. Rəqibləri zəiflətmək. Potensial alternativ liderlərin neytrallaşması. Təcrid. Ya təcrid edirlər, həbs edirlər, ya da diskreditasiya edirlər. Necə? Qurban Məmmədov kimi, Teymur Eminbeyli kimi, mənim kimi ölkədən də didərgin salırlar. Hakim partiyada oğula loyal komanda formalaşdırmaq. Zaten biz bunu Heydərin də dövründə görmüşdük İlham üçün. Burada Qurban bəy dediyi bu şərəfsizlik, şərəfsiz, ləyaqətsiz insanları qoyurlar vəzifə başına. Bunlar bilərəkdən belə edirlər ki, adamın bunların yanında o qədər əski iş olsun ki, gözü kölgəli, gözü bağlı olsun. Eyni. Yəni Heydərin dövründə atılan addımlar bugün də atılır. Oğula sadiq hərbi və təhlükəsizlik qüvvələrinin qurulması. İndi yəqin ki, başa düşdünüz. Xanlar Vəliyev ona görə bugün Konstitusiya Məhkəməsində olmalıdır ki, sabah Heydər Əliyevin seçkilərini, saxta seçkilərini təsdiqləyən olsun. Budur. 4. Hüquqi və struktur islahatları. Konstitusiyada dəyişikliklər etmək. Məsələn, yaş məhdudiyyətini götürmək. Əvvəl 35 idi, elədilər 18. Nə üçün? Çünki vaxt elə Balı Heydərin 35 yaşı olmamışdı. Ehtimal var idi ki, birdən adam da yatdı, durmadı. Tez təcili onu oğuldan ötürmək üçün. Və yaxud da seçki prosedurlarını dəyişmək. Dəfələrlə bu baş verib. İstəyir Konstitusiyanın özündə, istəyir seçki məcəlləsində. Seçkiləri formal keçirmək üçün sistem qurmaq. Qurulub. Başında da Məzahir Pənhovdur. Və seçki yolu ilə bunları heç vaxt, bunlar istəməsə sənin üçün seçkilə, bu Qurban Məmmədli doğulduğu kənddə Vəysün namizədliyini, necə ki, mən Abid Qafarov vermişdim şu alandan, fərq eləmir. Adlar, məkanların fərqi yoxdur. Bunlar istəməsələr heç 1% də yazılmayacaq. Nə Qurban üçün, nə Abid üçün. Vəssalam. İndi burada Milli Şura başqa məqsədlə istifadə olunub. Tutaq ki, dövləti idarə eləmək üçün hansısa bir güyada, indi bir milli birlik, bir platforması, nə bilim, milli təfəkkür platforması yaradıb orada iştirakını təmin eləmək. Bu hələ baş verməyib nədənsə. Ya da baş verib mənim nəzərimdən qaçıb. 5. Atanın çəkilməsi üçün zəmin hazırlamaq. Millətin atası, tarixi lider, yorulub, biraz getsin, dincəlsin, layiqli əvəz edicisi var və s. və axır. Mən xatırlayıram, 2000-ci illərin əvvəllərində İlham Əliyev üçün bax bu PR aparılırdı. Və sonuncu, 6-cı iqtisadi və beynəlxalq müstəvidə dəstək. Oğlunu xarici liderlərlə əlaqələr qurması. Artıq neçə dəfə biz görmüşük ki, İlham harasa rəsmi görüşə gedəndə hansı ölkənin prezidenti ilə yanına oğlunu salır aparır. Niyə? Niyə orada iştirak eləməlidir ki? Azərbaycan xalqı ona hansı səlahiyyəti verib, hansı səlahiyyəti tanıyıb? Onları heç Azərbaycan xalqı qətiyyən maraqlandırmır. Əsasən də Abid bəy, ərəb ölkələrinə gedir. Bəli, ərəb ölkələrində görmüşəm. Hətta Orta Asiyada bu Özbəkistan, yox Qazaxıstan idi, haradadısa oradadır. Bu azmış kimi Heydərdən başqa hələ keçmiş kürəkəni Emin Ağalarova da salıb yanına, səhv eləmirəmsə Özbəkistan prezidenti ilə görüşdə orada iştirak eləmişdi. Hər bir halda elit təbəqələrə, oliqarxlara və biznes dairələrinə sabitlik garantisi olmaq ki, ancaq siz o vaxt oğurladığınız mallarla, pullarla sabit həyat sürə bilərsiniz, davam edə bilərsiniz ki, hakimiyyətə mənim oğlum gəlsin. Çünki əgər mənim oğlum gəlməsə, xalq seçsə, onlar sizi qanunuza bələyəcək. Misal üçün, mən xatırlayıram bu seçkilər vaxtı icra hakimi Xəzər rayonunda Elşən Salahov məktəb müdürləri və seçki məntəqələri kimi biri çoxsunda məktəb direktorları idi, mədəniyyət evinin direktoru və yaxud da xəstəxananın direktoru. Onları toplayıb iclasda demişdi ki, nə edirsiniz eləyin, hələ eləyin ki, Abid Qafarov deputat seçilməsin. O seçilsə, üstə qoymayacaq rüşvət almağa, üstə qanutduracaq. Bax, budur. Və insanlar cinayət yolu ilə olsa da belə əldə elədikləri gəlirləri qarant altına almaq üçün mütləq bunları dəstəkləyəcək. Ona görə deyirəm, sivil yolla mümkün deyil. Başa düşün, sən get o məntəqədə biraz dirəşkinlə haqq, hüquq falan, gör o məktəb direktoru əl-qol atacaq. Salacaqsa şillə təpiyinin altına. Abi, söz yaddan çıxma, burada yeri gəlmişkən bir əlavə edəcəm. Dostlar, bu dediyi məsələ var ya, Abid bəyin belə ki, biznesmenləri, iş adamlarını, onların
malına, mülkünə təminat vermək, nə etmək? Bu təbii ki, diktatorların öz övladlarını hakimə gətirmək üçün tədbir edilen bir metoddur. Bəs müxalifət niyə buna dəstək verir? Necə dəstək verir? Bunu bilirsiniz yoxsa yox? Bir də baxırsan ki, müzakirə olunur. Bizdə çox olub, bilirsiniz, sosial şəbəkələrdə. Hakimiyyət dəyişsə bu məmurlara neynəyəcəyik? Bir də baxsın, bir orada müxalifətçinin özə məşhur partiyaların nümayəndələri. Onları asmaq lazımdır hamısın. Azadlıq meydanında. Bütün iş adamların həbs eləmək lazımdır. Malı mülkü asmaq, güllələyəcək, onları öldürəcək. Dostlar, bütün bunlar hamısı hakimiyyətin sifarişidir. Burada mən bəyan eləyirəm. Hakimiyyət dəyişəcəyi halda heç bir iş adamın puluna, malına əl dəyilməyəcək. Konkret cinayəti olan kimdənsə şikayət ediblər ki, cinayət törədibdir. Bu adamlardan başqa heç kəsdən soruşula bilməz ki, sən bu malı hardan almışsan? Səndə nə qədər pul var? Heç kəsin malına, mülkünə toxunulmayacaq. Ha, bunu burada mən bəyan eləyirəm. Qorxu çəkinmək lazım deyil. Bunun üçün də hüquqi əsas nədir? Çox adamın heç xəbəri yoxdur qanunlardan, bilmirlər. 1992-ci ildə Əfəz Elçi bəyin imzası ilə varidata təminat verilməsi haqqında bir qanun qəbul edilib. 5 maddəsi var. O vaxt o qanun qəbul edilməsinin təşəbbüskarlarından biri də mən olmuşam. Ki biz milli barışıq yaratmaq üçün, kapitalın ölkədən axınının qarşısını almaq üçün, xaricdən kapitalı gətirmək üçün mütləq bu qanunu qəbul etməliyik. Varidata təminat verilməsi haqqında qanun 92-ci il açın, oxun görəcəksiniz. 5 maddəsi olmalıdır onun. 5 maddə. Heç kəsdən bu malı, pulu hardan almışsa deyə soruşa bilməz. Bizim gələcəkdə məsuliyyət tələb edəcəyimiz yeganə adam İlham Əliyevdir, arvadıdır, ailəsidir. Dövlət əmlakını o külli miqdarda oğurlayanlardır. İş adamlarla bizim nə işimiz var? Məmurlarla bizim nə işimiz var? Bu məmurların iş təcrübəsi var. Onlara İlham Əliyev deyir, bilirlər. Sabah mən gələcəyəm, Abid Qafarov gələcək, Teymur bəy gələcək, başqası gələcək. Deyəcək, düz boşda düz işləyəcəm. Biz ona yüksək maaş verəndən sonra o niyə alçalar gelib bundan rüşvət alınmalıdır, əsasə qorxa xəstəliyi tapsın, gətirib verməlidir mənə, niyə? Nə məmurlara göz üstə qaşın var deyiləcək, nə iş adamlarına bunu da buradan bəyan edirəm, başdan qulağını eşitsin. Davam edin Abid bəy. Qurban bəy, istəyirəm Abid bəy başlamamışdan öncə bir şeyi də mən xatırladım. Baxın, biz indi Avropaya gəlmişik. Burada aldığımız evdə işləyəndən sonra, yəni ipotek ilə aldıq da. Amma bir çox ölkələrdən gələn insanlar var ki, onlar gələn kimi özlərinə ev ala bilirlər. Soruşuram, hardan? Deyir ki, babamdan qalıb, atamdan qalıb, dədəmdən qalıb. Yəni, bunların mülkiyyətləri bir-birinə keçibdir. Bizim mülkiyyətimizi Sovet hökuməti dəfələrlə əlimizdən alıb. Nə dədəmizdən bizə bir şey qalıb, nə babamızdan qalıb, nə onun atasından qalıb, nə heç nə. Hamısı əlindən alınıb. Ona görə xüsusi mülkiyyətin qorunması çox vacib bir məsələdir. Yəni, mənim dədəmin mülkiyyəti, bəli, mənə qalmalıdır, övladlarına qalmalıdır, babamın mülkiyyəti ona qalmalıydı. Yəni, bu prosesi biz mütləq qoruyacağıq. Azərbaycanda hakimiyyət əgər millətin əlinə keçərsə, xalqın əlinə keçərsə və şüurlu insanların əlinə keçərsə, bu mütləq qorunmalıdır. Sən əgər bunu cinayət yolundan əldə eləməmisənsə, hakimiyyətdə işləyən nazir və yaxud da ki, hakimiyyətdə işləyən bir vəzifəli şəxs, o cinayət yoluna əldir. Amma kim xüsusi mülkiyyəti varsa, tutaq ki, o biznesi varsa, bir şirkət qurubsa, bir işləyibsə, zəhmət çəksə, o özünə də qalmalıdır və indidən də qanun qəbul olunmalı ki, bütün həyatı boyundan sonra dəyişən heç bir hakimiyyət bunu əlindən ala bilməz mülkiyyətini. Onların hamısını tənzimləmək lazımdır və gələcəkdə insanları bu qorxu altından çıxartmaq lazım ki, gəlsələr əlimizdən alacaq. Yox, heç kəs gəlsə xüsusi mülkiyyəti heç kəsin əlindən almamalıdır və o nəsildən nəslə keçməlidir xüsusi mülkiyyəti. Buyurun Abid bəy. Üzr istəyirəm, bir şey deyim mən, Abid bəy. Yaxşı adınız Salih Teymur bəy. Dostlar, biləsiniz ki, Heydər Əliyev hakimiyyəti zəbt edəndən sonra bu mülki hüquq qanunlar qəbul olunanda şəxsən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda restitusiya hüququ ləğv edildi. Nədir restitusiya hüququ? Bərpa etmə, yenidən bərpa etmə deməkdir. Reanimasiya, rekonstruksiya, restitusiya, yəni mülkiyyətinin ilkin sahibini tapmaq, ilkin sahibini qaytarmaq. Sovet hökuməti 1917-20-ci ildə Azərbaycanı işğal edəndə Bolşeviklər, Heydərin babaları, Hacı Zeynalabdin Tağıyev Allah ruhunu şad eləsin, Allah rəhmət eləsin hamısına.
Əsədullayevlər, Nağıyevlər, Tağıyevlər, bunların hamısının əməkdaşları o vaxtı milliləşdirilibdir. Bizim əslində baxsaz dövlətimizin əsasında haram var. Böyük haram var. Heydər Əliyev gələndə o milyonçuların mallarını, mülklərini öz tayfasının əlinə keçirmək üçün restitusiyanı qadağan elədi. Dedi ki, o vaxtı milliləşmiş əmlakin ilkin sahiblərini qaytarmaq olmaz. Amma xüsusi mülkiyyət müqəddəsdir. İslam dininin də belədir, qanun, dünyanın hər yerində belədir. Siz bilmirəm indi gedəndə bir fikir verin. Bir də baxsan İstanbulda, ya Ankarada, ya Bursada, nə bilim, Van'da, harda. Bir baxsan ki, şəhərin mərkəzində hər yer gözəl binalar, bir dənə uçuq söküb, bir yer dayanıb. Əlduran yoxdur. Elə Taksimdə, Qurban bəy, sizə dəstək verim, Taksim meydanında görürsünüz, sağda solda köhnə binalar var. O qədər uçuq şeydir ki, əl dəymirlər. Doğru. Ben bir də soruşdum bir dostumla gəzirdim. Dedim, bu nə də belə, bu niyə buradan təmizləmirlər? Dedi, onu əvvəlmək olmaz. Dedim, niyə? Dedi, onun mülkiyyətçisi var. Ya onu tapa bilmirlər, kimdir o mülkiyyətçisi? Ya da adam satmır, eləmir də, istəmir. Satmaq istəmir, dedi, onun tapusu var, dəstana. Baxın ha. Hətta o vaxt Yunanlar, Ermənilər, İngilislər o vaxt 120 bindən qabaq, 200 bindən qabaq alıblarsa, tapusu varsa gəlir deyir, bu mənimkidir. Türkiyə dövləti ona kompensasiya ödəyir. Mala dəymək olmaz. Ayasofya var ha. Sultan Mehmet girəndə İstanbula, tarixi çox adam bilmir, elə bilirlər ki, işğal elədi, məsələ mənimdir. Orada Ayasofyanın o kilsədə xidmət edənlər gəliblər, dit çöküb, istəyiblər, şahın ayağını öpənlər, qaldırıb deyib, mən bunun üçün buraları almamışam. Mən bura ədalət gətirmişəm. Və Ayasofyanın sahibini çağırıblar. Onun mülkiyyətçisi kilsədir, nə qədər qiyməti var, pulu verib tapsın alıb. Ayasofya Türkiyə dövlətinin mülkiyyəti də zəmətində işğal malı deyil, onu biləsiniz. Tapsın alıb, pul verib, ona ödəyib halallıq alıbdır. Ona görə də Azərbaycanda hakimiyyət dəyişən kimi buradan elan edirəm eşitsin. Hacı Zeynalabdin Tağıyevin bütün nəsil nəcabəti, Nağıyevlər, Tağıyevlər, Əsədullayevlər hamısı bir tapılmalıdır. Hamısının haqqı özlərine ödənməlidir. Təbii ki, onların o vaxt etdiyi binalar, mənzillər, zavodlar, fabriklər özəlləşib, əldən ələ keçib, orada insanlar yaşayır. Təbii ki, onlar özləri də razı olmazlar ki, o adamlar 50-60 yaşayıb, təmir edib, saxladıqları mənzilləri geri qaytarsınlar. Onlar mənzil lazım deyil, amma Azərbaycan dövləti onların hamının haqqını ağlabatan məbləğdə onlara ödəməlidir. Mütləq ödəməlidir. Əks təqdirdə Azərbaycan dövləti haram üstündə uzun müddət gedə bilməyəcək. Bu mayadakı haram var ha, biz onu halallaşdırmalıyıq. Yəni restitusiya hüququ mütləq bərpa olmalıdır. Ölkədə kimin nə vaxt, hansı əmlak olub, özünə qaytarılmalıdır, bu qaytarılacaq. Bir də burada Bakı şəhərində yox, təkcə Bakı şəhərində yox, bütün digər şəhərlərdə, rayonlarda, kəndlərdə nəyi varsa, bəli, hamısı qaytarılmalıdır və yaxud da ki, əvəzi ödənilməlidir. Bizim kənddə, Cəhri kəndində uşaq bağçası var idi. O vaxt mən bilmirdim. Əvvəz Elçibəyin vaxtında, onu biləsiniz, mən bu zəşdən tamaşasılar bilsin. O bir bəyin demək, şəxsi evi olmuşdu. Başqa evlər onu müsaadəni vermişlər bağçaya. Məhkəmə yolu ilə onu sahibinə qaytardılar bu bağçanı. Bizim kənddə o restitusiya həyata keçirildi. Heydər Əliyev gələn kimi onu ləğv elədi. Buyur, Abid bəy. Tamaşaçılar deyirlər ki, Abid bəydən xahiş eləyin, sual versin o yapacaq ki, bəs bunun qarşısını almaq üçün xalq nə etməlidir, hansı tədbirlər görülməlidir? Onun üçün bir qəşəng bir proqrama ehtiyac var. Verərəm. Burada sonuncu üzrüstən Qurban bəy bu nöqtə də o idi ki, beynəlxalq partnyorların, xüsusilə qonşu ölkələrin narahat olmaması üçün siyasi dialoq qurmaq. Ki, narahat olmayın, əmin olun ki, hakimiyyətə gəlmək üçün ən belə uğurlu kandidat mənim oğlumdur. Niyə görə? Yalnız o gəlsə, sizin də maraqlarınız təmin olunacaq. Niyə? Çünki başqası gəlsə, misal üçün, Azərbaycanı NATO-nu dəvət eləyə bilər.
bu nə şimal, nə cənub qonşumuz üçün əlverişli deyil. Və yaxud da İranı şantaj eləmək üçün ki, İslam dinini aradan aparacaq, dindarlara qarşı repressiya olacaq və yaxud da Rusiyanı şantaj eləmək üçün ki, ölkədə demokratik, liberal dəyərlər və s. Düşünürəm ki, bu proses dırnaqarası müvəffəqiyyətlə ən azı 20 ildir ki, icra olunur. Yəni İlham Əliyev balanslı şəkildə bəzən İranı və Rusiyanı Avropa ilə və demokratiya ilə şantaj eləyir. Avropanı isə əgər mənə bir şey olsa, ölkədə Rus yönümlü insanın hakimiyyətə gəlməsi və yaxud da dindarların hakimiyyətə gəlib şəriət dövləti qurması mesajı ilə şantaj eləyir. Çox təəssüf ki, İlham Əliyevin Avropa və beynəlxalq aləmə sıradığı bu şantaj materiallarını artıq öz xalqına da tətbiq eləməyə başlayıb. Niyə? Çünki artıq ölkədə bu düşmən Ermənistandan bu torpaq itkisidir, bu Qarabağın işğal olunması, bu məsələlər aradan qaldırılıb deyən artıq erməni faktorunu başqa bir şeylə əvəz eləməlidir. Və dırnaqarası müvəffəqiyyətlə də bunu icra edirlər. Buyurun Qurban bəy, indi o sualı da yazaram ki, qarşısını necə almaq olar? Onu siz axtarın, tapın. Biz buradan bir daha xatırladaq ki, əzəm vətənlər, bütün bu problemlərin qarşısını almaq üçün mütləq Azərbaycan xalqı özü üçün legitim hakimiyyət formalaşdırmalıdır. Bunun da yolu bu günləri xalq parlamentindən keçir. Xalq parlamenti ümidin, bərabərliyin və dəyişikliyin adı. Birlikdə daha güclü, daha ədalətli bir gələcək üçün. Əziz həmvətənlər, Azərbaycan Xalq Parlamenti sizin səsiniz, sizin gücünüzdür. Məqsədimiz xalqımızı üzləşdiyi məşəqqətlərdən, çətinliklərdən xilas etmək, ədalətli, rifahı və bərabərliyi hər kəs üçün təmin etməkdir. Birlikdə çalışaq, hər bir vətəndaşın haqqını qoruyaq, gənclərimizə daha parlaq gələcək quraq və ölkəmizi çiçəkləndirək. İnanırıq ki, Azərbaycanın gücü onun zəngin etnik və mədəni müxtəlifliyindədir. Hər bir insanın hüququ bərabərdir, hər bir səs qiymətlidir. Birlikdə fərqlərimizi qürurla qarşılayaraq, daha möhkəm, azad bir vətəndaş cəmiyyəti quraq. Bu, mənim, sənin, hamımızın və gələcək nəsillərimizin şansıdır. Azərbaycanın səsini birlikdə yüksəldək. Azərbaycan Xalq Parlamenti, ümidin və dəyişikliyin adı. Dostlar, bayaq dedik bu barədə. Teymur bəy də dedi, Abil bəy də dedi. Bu növbəti 6-cı gün bizim 11-ci iclasımızda Abil bəy, eləmi? Bəli, bəli. Demək, Xalq Parlamentinin 11-ci iclasıdır və bu iclas bizim konstitusiya problemlərimizə həsr olunacaq. Orada mən də məruzəslərdən biriyəm. Biz orada bu arada geniş danışmağa çalışacağıq ki, nəyə görə bugün Azərbaycanda qanuni seçki yolu ilə, konstitusiyon yolu ilə bu hakimiyyətin dəyişməsi qeyri-mümkündür. İndən də xahiş edirəm, 6-cı günü, şənbə günü mütləq Xalq Parlamentinin iclasını izləyin. Olduqca maraqlı fikirlər eşidəcəksiniz. Ona görə də bir halda ki, qanuni yolundan hakimiyyətin dəyişməsi mümkün deyil, onda təbii bir sual yaranır ki, bəs hansı yolla? Əgər qanuni yol mümkün deyilsə, qanunun antonimi qeyri-qanunudur. Biz qeyri-qanuni yolla, dostlar, hakimiyyəti dəyişmə fikrində deyilik. Heç bir belə addım atmayacaq. İndən deyirəm, amma bilsin. Biz Xalq Parlamenti olaraq, Azərfidom ailəsi olaraq bizim tərəfdarlarımız, şəxsən ekrana görə 3 nəfər var. Bu ən azı 3 adamın iştirak edəcəyi proses heç bir vaxt qeyri-qanuni olmayacaq. Sadəcə olaraq istəyirəm bir şeyi hüquqi baxımdan dəqiq anlayasınız, biləsiniz. Bizim milli qanunvericiliyimizə görə Azərbaycanda hakimiyyətin qanuni yolla dəyişməsi mümkün deyil. Milli qanunvericiliyimizə görə. Çünki qanunu elə yazıb, konstitusiya elə qəbul ediblər ki, hakimiyyət əbədi olaraq bu qrupun, bu cinayətkar bandanın əlində qalmalıdır. Bunu mən sübut edəcəm şənbə günü ki, bunu necə ediblər. Amma qanun yolla, beynəlxalq hüquq yolu ilə bu hakimiyyətin dəyişdirilməsi yolu var, mümkündür.
biz beynəlxalq hüquqdan istifadə edəcəyik. Nədir o hüquq? Siz bilirsiniz ki, BMT-nin nizamnaməsindəki o müəyyən prinsiplər nəzərdə tutulub. O prinsiplər ona görə nəzərdə tutulubdur ki, xalqlar üsyan etməyə məcbur olmasınlar. Eşidirsiniz məni? Xalqların üsyan etməməsi üçün beynəlxalq hüquq həmin o prinsipləri, insan hüquqları və s. birgə yaşayış, nə bilim, bir-birinin əyəsə toxunmamaq, insan hüquqlarına hörmət eləmək sadalanı olar insan hüquqları. Yəni, insan nə zaman üsyan eləyir? O zaman ki, yaşaya bilmir. Haqqı tapdalanır, üsyan eləyir. Artıq Azərbaycanda xalqın üsyan etmə haqqı var. Niyə? Çünki beynəlxalq mülki və siyasi hüquqlara daha pakt var. 1966-cı da qəbul olmuş, səhv eləmirəmsə. O paktın birinci maddəsi budur. Xalq suveren olaraq özünün idarəsi üçün özü müəyyənləşdirir. Azərbaycan xalqı baxır, görür ki, bu milli qanunverici elə yazıblar ki, bu qanunla nə yaşamaq olur, nə qazanmaq olur, nə məhkəməsi yox, heç bir şey yoxdur da, bu ölkəni məhv edirlər, adamları buradan qaçmağa məcbur edirlər. Onda beynəlxalq hüquqa istinad edərək xalqın üsyan hüququ var deyə qalxacaq ayağa. Bunu eləmək üçün isə dostlar, prosesin qansız, az itkilərlə baş verməsi üçün bircə yol var. Mütəşəkkil qaydada çoxluğun təşkilatçılığı ilə, çoxluğun iştirakı ilə bu prosesi aparmaq. Ona görə biz Abamedia oradan, Ayvazoğlu TV oradan, Voice of America, Ukrayna oradan, Xural TV oradan, Adafidin buradan, Xalq Parlamenti oradan, hər bir adam əlinə gələn eləyirik ki, bax, xalqın mütəşəkkil çoxluğu şüvara, mütləq çoxluğu əldə edə bilək. Neçə ki, çoxluğu əldə edə bilməmişik. O da yalnız belə danışma, təbliğat da mümkündür. Biz xilas ola bilməyəcəyik. İstəyirəm bunu hamı bilsin. Ona görə də lütfən bəyənin, paylaşın, buradan eşitdiklərinizi ətrafınıza izah eləyin ki, burada kim nə dedi? Mən demirəm ki, mən ya Teymur bəy, ya Abid bəy Quran ayəsi deyirik. Bizim deyiklərimiz mütləq həqiqət yox qətiyyən. Biz Don Kixot deyilik. Biz səhv deyə bilərik. Siz özünüz doğru bildiklərinizi bizim dediklərimizdən doğru hesab etdiklərinizi təbliğ edin lütfən. Çox xahiş edirəm. Buyurun Teymur bəy. Təşəkkürlər Qurban bəy, çox sağ olun. Mən də bir elan vermək istəyirəm. Bazar ertəsi bilirsiniz ki, Azərbaycan Xalq Parlamentinə səs vermə başlayır və o səs vermədə fəal iştirak edin dəyərli dostlar. Bu günlər ərzində biz də o səs vermə rolikini yenidən paylaşacağıq. Hansı formada səs verə bilərsiniz, necə səs verə bilərsiniz? Əlavə seçkilərdir parlamentə və siz yəqin ki, Abid bəy hazırlayacaq bunu. Orada şahid olacaqsınız ki, necə səs vermək lazım. Yəni, əvvəlki qayda, əvvəlki proqramda, yenə eyni proqramda və səs vermədə bir həftə boyunca iştirak edin. Çünki bu sizin parlamentinizdir və məhz xalqın parlamenti, xalqın seçdiyi parlamenti. Bircə nəfər belə seçsə xalqın parlamenti. Bundan heç kuşunuz olmasın. Və bugün Azərbaycan Milli Məclisində bir səs toplamış belə millət vəkili yoxdur. Buna əmin olun. Çünki orada saxtalaşdırma varsa, orada heç vaxt deyə bilməzsən ki, mən burada bir dənə səs toplamışam, yox. O yerdəki xalqın səsi sayılır, orada saxtalaşma yoxdur, o legitim sayılır. Təşəkkür edirəm bu qədər bu konuda. Çox son Teymur, yaxşı adıma saldı. Teymur bəy, bəzi keçmiş namizədlər vardı, bizim birinci seçkidə asla ki, seçilmədilər. Bunların bir çoxu məndən soruşurlar ki, qardaş, o vaxtı danışırlar ki, boşalan yerlərə rotasiya ilə müzakirələr zamanı, müzakirə zamanı belə səslənibdir ki, rotasiya qaydasında boşalan yerlər doldurulacaqdır həmin o seçilməyən namizədlər vasitəsilə. O necə olacaq? Qurban bəy, indi o adamların çoxları namizədlərin təkrar veriblər. O məsələ var. Bir də əgər parlament qərar qəbul etsə, rotasiya qaydasında yenə onlar bərpa oluna bilərlər. Çünki bizim təcrübəmizdə olubdur bir dəfə. Rotasiya qaydasında 2 nəfər deməli seçiləndən sonra namizədliyini geri götürdü. Daha doğrusu iştirak eləmək istəmədi, təzyiqlər oldu. Ona görə onların yerinə rotasiya qaydasında növbəti 2 nəfər gəldi. Bunu da eləyə bilərik. Burada heç bir problem yoxdur. Amma parlament qərar qəbul etməlidir bundan bağlı. Məncə onu eləmək lazımdır. Mən xahiş edirəm elə hörmətli Abid Qafarovdan parlament sədri kimi bu məsələnin növbəti izzəsi çıxarmaq lazım. Çünki bu insanların haqqını pozulmaqdır. Adamlar deyir, qardaş, mən iştirak eləmişəm birinci seçkidə.
2000-dən 1500 səs toplamışam, kənarda qalmışam. Orada kimlərsə gəlib dələduzluq eləyib, yalandan özlərini reklam edirlər. Sonra maskalara düşüb, ifşa olunublar. Onlar siz oradan qovmuşsunuz. Axı onlar olmasaydı mən olacağım deputat orada. Nəyə görə mən təzədən bir də girməliyəm seçkiyə? Nəyə görə mənim haqqım bərpa olunmur? Bu barədə xahiş edirəm, növbəti biz iclasda məsələ qaldırmaq lazımdır. Ən azı indiki namizədlərin sırasından kimlər o vaxtı namizəd olub, onlar avtomatik olaraq rotasiya qaydasında əlavə olunmalıdırlar parlamentin sırasına, qalanlar arasında təkrar seçki olmalıdır. Düşünürəm, parlament belə bir qərar versə, heç problem yoxdur. Seçki komissiyası bununla bağlı işini görər. Danışar o barədə. Abid bəy, bir şey tapdınız mı siz? Bu yapay zəka müəllim nə deyir? Tapdım və geniş açıqlama verir. Əgər vaxt imkan verirsə, rejissor və Hüsnü nəfərə müzakirə edir. Günlər tamamlayaq bu mövzunu. Təşəkkür. Deməli, belə olduğu halda, yəni məxsusi olaraq sualı verdim ki, Azərbaycanda da eyni proses gedir. İlham Əliyev, oğlu Heydər Əliyevi hakimiyyətə gətirmək üçün yuxarıdakı bütün addımları atıb, bəs xalq olaraq bu prosesin qarşısını necə almaq olar? Birincisi deyir maarifləndirmə və informasiya döyüşü. Avtoritar rejimlərin ən qorxulu silahı. Məlumatlı və tənqidi düşünən vətəndaş. Bax, bunu məhv eləməklə məşğuldurlar. Nə ilə? Əvəz Zeynalları öldürməklə həbsxanada. Gənc 20, 21, 22 yaşında gənc qız, oğlan jurnalistləri həbs eləməklə. 2. Alternativ medianın gücləndirilməsi, gənclərin siyasi şuurlu yetişməsi. Alternativ media, şəxsən elə bu dağı siz bizi alternativ medianın istəyirsiniz. Niyə? Çünki alternativ olmayan. Dediyimiz o 5-6 kanallar, bax, həmin o alternativa gücləndirmək lazımdır. Əgər xalqımız bu kanalları gücləndirmək istəsə, bir də Azəfridumun abunəçiləri də 160 min olmalıdır, Qurban bəy. Bunlar artmalıdır sürətlə. Hər gün heç olmasa ən azından 1000 nəfər, 1200 nəfər, bir 10 milyonluq bir toplumu. Niyə bu 160 min olmalıdır? Hamısı artmalıdır, o səviyyəyə qədər artmalıdır ki, ən azından Azərbaycan xalqının bir 10-15% bu kanallar vasitəsilə aktivləşə bilsinlər. Buyurun, Abid bəy. Təşəkkür. Sosial mediada, dost çevrəsində, gənclər arasında real tarixi və siyasi vəziyyətin paylaşılması. O, çox tez-tez deyirik ki, bəyənin, paylaşın. Bax, buna görədir. Növbəti ikinci məsələ sivil cəmiyyətin inkişafı. Burada vətəndaş cəmiyyətindən söhbət gedir. Qeyri-hökumət təşkilatları, vətəndaş təşəbbüsləri, tələbə birlikləri, qadın hərəkatları, ekoloji fəallar. İndi bu süni intellektin çox güman ki, o qədər də geniş araşdırma aparmağa vaxtı olmadı deyən xəbəri yoxdur ki, burada Söydlüdə adamların başına oynaşdılar. Bu, üzr istəyirəm, gənc uşaqlar yığışmışdılar, bu kuryerlik edirdilər, işçi masasının başına oynaşdılar. Qeyri-hökumət təşkilatı, ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı qaldı mı? Və onlar neylə fəaliyyət göstərirlər? Əgər ölkə xaricindən pul əldə qrant almaq qadağandısa və İlham Əliyev hakimiyyəti də heç kimə pul vermirsə, bu yetimlər necə fəaliyyət göstərsinlər? İndi xalqımız da bilsin ki, o 10 nəfər xanımları niyə türməyə salıblar? Onların cinayəti yoxdur, ha. Bax, bu bəndə görə salıblar. Ki, varisin qarşısın. İcazə verin, burada düzəlişə gəlir. Bu qeyri-hökumət təşkilatları yalnız qrant əsasında fəaliyyət göstərmək demək deyil, ha? Bəlidir. Ona görə də onu aparıb bağlamayaq. Qeyri-hökumət təşkilatı kimi Azərbaycanda da fəaliyyət göstərmə imkanı var. Çox kifayətli misal üçün, deyək ki, bütün binaların özünü idarəsi məhəllə komitəyə yaradılmalıdır. Məhəllə komitəsi, binalarda. Gənclər nə bilim komitə, məhəllə uşaqları komitələri. Belə şeylər yaradılmalıdır. Zamanla birləşməlidirlər. Voleybol komandası adı altında voleybolçular birləşməlidir. İdmançılar birləşməlidirlər. İdman təşkilatları olmalıdır. Bunlar qeyri-hökumət təşkilatlardır və burada məhz hakimiyyətin törətdiyi bu cinayətlər, qanunsuzluqlar müzakirə olunmalıdır. Ayırar. Bu metod, vaxtilə mən izah eləmişəm bizim efirdən, diktaturaya qarşı tətbiq olunan metodlardır. Diktaturanı aradan qaldırmağın yolu nədir? Diktatura nə edir? Parçalayır, hökm sürür. Sən də gəlin əksin eləyəsən, birləşdirəsən, müqavimət göstərəsən. Bu qeyri-hökumət təşkilat, məsələn, qazilər təşkilatı. Mən buradan Allah dedim ki, abala, bir dənə təşkilat yaradın. Qazilər hamısı özü, yalnız qazilərin yaratdığı, dövlətin yox. Qazilər yığıb yaratmalıdırlar. Hökumət qoymadı.
Qazilərin arasından isə belə təşəbbüs göstərən olmadı. Biz buna kömək eləməliyik, qazilər ayrıca təşkilatlansın, şəhid ailələri ayrıca təşkilatlansın. Mən bu fiziki qüsur olanlar, bu o deməkdir qeyri-hökumət təşkilatı, sadəcə qeydə deyil. Yəni o pul alanlardan söhbət getmir təkcə. Qurban bəy, bir sual. Buyurun. İctimai birlik kimi, ictimai siyasi fəaliyyət göstərmək üçün qeyri-hökumət təşkilatı fəaliyyət göstərmək üçün qrantlı, dediniz ki, təkcə o da görə. Başqa hansı formada maliyyələşə bilər? Əvvəla qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərmək üçün heç də həmişə maliyyə lazım deyil. Deyək, bir binada yaşayırıq, məhəllə komitəsi yaradırıq. Dedim də, üzr istəyirəm, vətəndaş cəmiyyətində, insan hüquqları sahəsində, bilmirəm, ictimai maarifləndirmə, insanları təşkilatlandırma. Bu, indi məhəllədə, bir binada onu bildik. Voleybol oynamağı da bildik. Amma söhbət ictimai sektordan gedir. Buyurun. Üzvülük haqqı əsasında. Ən gözəl odur. İmkanda olan adamlar yığışmalıdır bir yerə, pul qoymalıdırlar. Deyək ki, biz indi Xalq Parlamentini tam formalaşdırandan sonra 159 nəfərin arasında yəqin ki, 100 adamın ayda 50 avro, 50 dollar kənara qoymaq imkanı var. 100 adam 50 manat, 50 dollar olsa nə qədər eləyir? 5.000, düzdürmü? 5.000 dollar sənin əlinin altında həmişə olacaqdır. Orada kimisə xarici ölkələrə göndərmək, BYX təşkilatlara göndərmək. Bunu özümüz eləməliyik, başqa yolumuz yoxdur. İndi burada bir Bir də sual iyanələr var. Azərbaycan xalqı... Ölkələrin verdiyi iyanələr. Tamam. Deməli, xalq özü maliyyələşdirməlidir. İkinci üsulu budur. Üçüncü üsulu da, əgər normal dövlətsə, kvazi dövlət deyilsə, dövlət özü formalaşdırmalı. Çünki dövlətin marağı olmalıdır ki, vətəndaşları həmişə... Onu da çəkdi gözümüzü. Hökumətə çək. Qaldı xalqın maliyyəli. Biz xalqı ilə başa salmalıyıq ki, üzr istəyirəm ifadəyə görə, xalq bilməlidir ki, əgər o doğrudan həqiqi hakimiyyət əldə etmək istəyirsə, onun özünün maliyyələşdirdiyi və onun öz köməyi ilə kimsə gəlməlidir hakimiyyətə. Qardaşım, açıq deyirəm, amma eşitsin. Əgər mən misal özümü deyirəm, Qurban Məmmədli olaraq, mən əgər hər hansı xarici bir dövlətin pulu ilə bu işi aparacağımsa, xarici bir dövlətin pulu ilə gələcəmsə hakimiyyətə, kimi qulluq eləməliyəm? Xarici ölkə. Bunu başa düşmək o qədər çətindir. Buna görə millət özü anlamalıdır ki, mən sahib çıxmalıyam jurnalistimə və Zeynal'a kimi, mən sahib çıxmalıyam Abid Qafar kimi siyasətçimə, mən sahib çıxmalıyam Aba Media kimi televiziyama, Azad Fedim üçün televiziyama ki, özümü demək üçün asılı olmuyorum. Bunun başqa bir yolu yoxdur. Dostlar, kasıb azdan ödəyəcək, varlı çoxdan ödəyəcək, yardım edəcək gizli, açıq ki, bu vəziyyətdən xilas olaq. Dostlar, heç kəsə arxain olmayın, ha, grantla hakimə dəyişməz. Doğru. Qətiyyən. Və grant verənin də heç kəs pulunu tölatmayıbdır. Açıq danışmaq lazım, bunu xalq bilməlidir. Grant verənin özünün məqsədi var. Mən bir dəfə bir şeyin, birini qoyaq, o birisini danışacağım. Bir dəfə Teymur bəy, bizim ADP-nin uşaqlarından gördüm ki, əllərində yetki belə vərəqlər var. Gedirlər, rayonlara doldururlar. Maraqlandım, dedim, nədir ki, bu nə işdir belə? Dedi ki, belə bir beynəlxalq təşkilat var. Adama 600 dollar, 1000 dollar pul verirlər ki, gedin, bundan 50 list vərəq kim doldursa səhifə, doldursa 600-1000 dollar az pul verirlər. Aldım, dedim, bir baxım görüm nədir? Ay kişilər, oradakı məlumatları toplamaq üçün dövlətlər milyardlarla pul qoyub kəşfiyyat seti düzəldirlər ki, bir dövlətin daxilinin iqtisadi durumunu, sosial durumunu öyrənsinlər. Biz özümüz əlimizlə verirlər bizə 600 dolar ölür yazından. Göndər ki, sabibətə gör, neçə inəyi var, neçə at var, neçə günlük ehtiyat ərzağı var. İşləmədən neçə gün yaşaya bilər. Baxın ha, bunu xaricdən gələn bir qeyətə güya, bir təşkilat bu informasiyonu alır. Evində neçə dənə şey var, lampışka var. Çox maraqlıdır. Enerji mənbəyi hardandır? Əmək haqqı nə qədərdir? Neçə nəfərdilər? Neçə oğlan, neçə qızdır? Neçə yaşları var? Bunlar, kişilər, dövlət sirdir lan çoxu. Bunu xarici dövlət bilməməlidir. Bu məlumatları qoyurlar qabaqlarını, analiz edirlər. Sənin dövlət gücünü müəyyənləşdirirlər ki, sabah müharibədə sən neçə gün, neçə ay
dözə bilərsən, sənin neçə aylıq ehtiyat ərzağın var, qidan var, sənin əskər sayın nə qədər ola bilər potensial olaraq. Baxı, yaşı, uşaq, böyük hesablayır. Deyir ki, mən sabah müharibə başlasa, bunun neçə yaşda neçə gedəcək müharibəyə. Başa düşürsünüz? Öz əlimizlə bunu eləyib, qardaş. Bu adam həbs olunmamalıdır. Gəlib oturub Azərbaycan mərkəzində Teymur bəy öz əlimizlə bu informasiya toplayırlar, qardaş. Doğrudur. Grant o cürdür da. Grant elə belə verilmiş ki. Olmaz, qətiyyən. Xaricdən verilən pulla işləmək olmaz. Ona görə xalq özü maliyyələşdirməlidir. Buyurun. Tamam Qurban bəy. Xalqı 5 manata möhtac qoyublar. Xalq 5 manat tapsa ki, balasının qayırdına çörək alar. Necə maliyyələşdirəcək? Xalqın borcudur ki, 5 manat tapan kimi 10 1 manatı mütləq qoymalıdır ki, o bir barları da ölməsin. Fərqi, bunun başqa yolu yoxdur. Elə o maarifləndirmədir də. O günləri mən verdim bizim efirə, Abid bəy. Bizim bir dindar bacımız gözəl bir söhbət edirdi. Deyirdi ki, sədəqə ki var, bəzi adamlar deyirlər ki, mən yardım eləmirəm, sədəqə vermək utanıram çünki azdır. O deyirdi ki, söhbət o da məbləğindən getmir. Əsl sədəqə, əsl nə bilim, o yardım odur ki, xeyriyyəçilik odur ki, sən öz olanından, Allahın sənə verdiyindən, ondan kəsib kiməsə verərsən. Odur əsl sədəqə, odur əsl mərhəmət, odur məbləğin aidiyyatı yoxdur. Sənin aylıq 10 manat qazancıma kasıbsan. Onun 1 manatını ayrı verməlisən Allah rızasına. Çünki 10 manat yox, 1 manat olmayanlar da var. Sənin 100 manatın var, sən 10 manat verməlisən. Çünki elələri var ki, 50 manat, 10 manat da yoxdur. Sənin 100 manatın var. O baxımdan nə qədər az olur olsun, o bəhanə deyil Abid bəy. Mən elə səbir edirəm ki, millət olaraq azdır, az ver. Çoxdur, çox ver. Sənin əlində olan 1 manatdan da 10 qəpik verməlisən. Bəli, bəli. Yəni nə var, onun 10%-ni verməlisən. Doğrudur. Təşəkkür. Yox, mən sadəcə anlamağa çalışıram. Çünki bu hakimiyyət süni şəkildə elə bir situasiya yaradıb ki, xalqın özünü illərlədir, pulsuz, ac-yalavac qoyub, indi insanları necə manipulyasiya edirlər? Məsələn, abi çünki hardandır gedir, tər-tər işini araşdırır. Çox insanlar düşdülər şübhəyə, nifrət yarandı süni şəkildə. Abi də heç kimin balasının əlindən çörək almayıb. Bilin, bu əzizləyici, bu sosial-psixoloji bir nöqtədir. Səni ac-yalavac qoyur və sonra sənə şübhə dolu sual verir. Misal üçün, keçən dəfə Elman Nəsirov belə bir fikir atmışdı ortaya ki, Tofiq Yağublu türmədən çıxdı, işləmirdi. Necə, nə yaşayır, nə ilə dolanır? Bax, acından ölən insan, balasına çörək, şokolad alıb verə bilməyən insan başlayır nifrət. O insan heç özünə sual verməyəcək ki, Elman Nəsirov, bəs sən necə yaşayırsan, nəyin hesabına yaşayırsan, lüks həyat yaşayırsan və yaxud da bu nazirlərin ən qədər villaları o qədərdir ki, saylarını itiriblər. Gəlib keçəndə baxır ki, görəcək kimin villasıdır. Adam alardı bunu, hansı ki öz villasıdır, öz mülküdür. Deməyim budur ki, bu psixoloji nöqtədə sui-istifadə edib insanların beynində pis şeylər formalaşdırırlar. Məsələn, biz bu araşdırma işləri həmişə çətin işdir. Yəni, jurnalist üçün düş, gez, bu pul tələb edir media qurumları üçün. Media qurumları hansısa bir problemi araşdırmaq istəyirlər və yaxud da hüquq müdafiəçisi gezib məhkəmələrdə monitoring keçirməlidir. Yaxşı, bu hüquq müdafiəçisi gün ərzində də ən qədər məhkəmə olur. Fərqi yoxdur. İstəyir siyasi fəallar, istəyir sıravi vətəndaşlar. Biznesmendir. Şəhidib həbs edirlərsə bunun hüquqları monitoring olunmalıdır da. Yaxşı, bu nə ilə getsin monitoring eləsin? Nə cür eləsin? Bu gəlib bütün işini gücünü atsın, ancaq işi gücü məhkəmələrdə olsun, insanlarla sual-cavabda olsun, ailələrlə maraqlanmaqda olsun. Yəni, böyük-böyük məsafələr qət eləsin, amma işləmir. Həm də yaşamalıdır və ailəsini dolandırmalıdır. Bir çox, misal üçün, vəkillər bəzən görürsünüz ki, siyasi məhbusların işlərini pulsuz götürürlər. Niyə? Deyir ki, biz bu barədə qrant layihəsi yazıb vermişik, misal üçün, Avropa İnsan Hüquqları Məhkəməsinə və yaxud da başqa bir Evrokomissiyaya və s. və l. Onlar buradan qrant ayırıblar. Mən ildə, misal üçün, vəkildir ki, ildə 20 min, 30 min pul ödəyirlər mənə, üz istəm ayda. Ki, mən işimi gücümü atım, pul qazanmaq üçün iş görməyim. Gedim, sırf siyasi məhbusları müdafiə edeyim. Yox. O da olmasa. Abi, elə şey yox. Elə şey yox. Yox, icazə bir şey deyim mən. O vəkil deyil. Azərbaycanda normal heç bir vəkil qrant alıb adam müdafiə eləmir. Mən şəxsən vəkil olanda yüzlərlə
kasıb küsubu pulsuz müdafiə eləmişəm. Mənim özüm həbsdə olanda məni müdafiə edən vəkillərin heç bir pul almayıb məndən. Eləcə də qrant almayıblar. O qrant alan vəkillər var ha. Onlar peşəkar vəkilliyə görə pul almırlar. Misal üçün Tərtər işində bilirsən də o nədir oğlan adı? Rəsul Cəfərov nədir? Prokurorluğun vəkili. Onlar işgəncə güya məsələsi ilə bağlı, hansısa müqavilə bağlı qrant alırlar, adamları aldatmaqla məşğuldular. O vəkillik fəaliyyəti deyil. İstəyirəm vəkillik fəaliyyətini düzgün başa düşün tamaşaçı. Deyək ki, bir adam gəlir mənə müraciət edir ki, məsələn, mən uğurluq üzründə mən ittiham oluram, ya adam öldürməyə şəhərliyir, mənim balamı tutublar. Ki, onun kömək elə. Mən müqavilə bağlarım oyuna. Mən gedib beynəlxalq təşkilatdan qrant ala bilmərəm ki, mən burada vəkillik fəaliyyətinə məşğul, mənə pul ver. Belə bir şey yoxdur. Mən şəxsən ən azı mən belə şey eşitməmişəm. Xaricdə o qeyti var ha, şey verənlər, qrant verənlər, hüquqşünaslara. Vacibdə hüquqşünas olasan, vəkil olasan. Məsələn, işgəncə ilə bağlı faktların toplanıb hansısa beynəlxalq təşkilata verilməsi üçün bu pul verir ki, get bu informasiyanı topla. Sənin vəkil olmağın vacib deyil. O bəzi vəkillər əslində baxsan satqınlıqla məşğuldurlar deyə özlərini eləncə örtbasda edirlər öz yaramaz hərəkətlərini. Peşəkar vəkili heç bir qrant almır. Sıravi vətəndaş işgəncələr haqqında məlumat yığmalıdır. Yəni, bu işi gücü olmalıdır, həbsxanaları gezmək, polis bölmələrini gezmək, saxlama məntəqələrini, təcridxanaları gezmək. Yaxşı, bu məlumatı toplamaq üçün gəlib bütün gün bu idarələri gezməlidir. Həm işləsin, ailəsini saxlasın, həm də getsin bu işlə məşğul olsun. Bu işin keyfiyyəti nə qədər olacaq? Ümumiyyətlə alınacaqmı, alınmayacaqmı? Azərbaycan reallığını nəzərə alırıq ya. Ona görə də Abid bəy, mən çox özür istəyirəm, müdafiə edirəm tezdə. Ona görə də nə etməli? Əziz həmvətənlər, buradan Abid bəy bu məsələləri deyir, sənin üçün deyir bu şeyləri. Əgər sən doğrudan da istəyirsənsə müdafiə olmasan, istəyirsən sənin dərdini dünya çatdırırsınlar, sən nə etməlisən? Sən cibindən 5 manatın varsa 1 manat 50 qəpik, 10 manatın varsa 1 manat, 100 manatın varsa 10 manat yardım eləməlisən hər hansı bir mərkəzə ki, oradan 5 adama maaş versinlər. O adam belə həm əmək haqqı alsın, ailəsini dolandırsın, keçsin həm də məhkəmələrə, həbsxanalara, zərər çəkmişlərin ailələrinə danışsın, geçsin belə. O da bir işdir, o bir vəzifədir icra eləyir. Bunu da sən maliyyələşdirməlisən. Bunu Avropa, nə belə, Azərbaycan hökuməti deyəcək, sağ ol, ala pul verib abi ki, mən qurbanla birləş, yıx məni. Bu təzə şeydir bu da. Yox, olmayacaq bu şeylər. Əla, onda başlayanda dediyiniz sözə qüvvət. Burada da mən sözümü bitirəcəm. İnşallah sabahda büyüsündə efirdə bu müzakirəni davam edərik. Nə Əvəz Zeynallının, nə Qurban Məmmədlinin, nə Teymur Eminbəylinin, nə digər fərqi yoxdur Rıza Səfərsoyun, Tofiq Yaqubunun, Qubadi Badoğlunun, Hacı Talehin. Azərbaycan xalqına ehtiyacı yoxdur. Azərbaycan xalqının bu adamlara ehtiyacı var. Eşq olsun. Ona görə də Qurban Məmmədli olsun, Əvəz Zeynallı olsun, adını çəkdiyim, çəkmədiyim bütün şəxslər ki, ictimai siyasi arenada mübarizə aparır və yaxud da həbsxanadadır. Onlar oturub başlarını sındırmalı deyirlər ki, axı mən necə eləyim ki, bu xalqa kömək eləyim? Biz elə bir polemikanın, elə bir nə deyirlər, puzzle deyirlər də, elə bir paradoksla üz-üzə gəlirik ki, həm insanlar tərəfindən ignor olunur ki, bunlar fəaliyyət, nə edir? Abid də özü üçün istəyir, mandat istəyir, vəzifə istəyir, hakimiyyət düşür başına, misal üçün. Yaxşı, həm ignor olunuruq, meydanda tək buraxılırıq. Hakimiyyətin əzici mexanizmi, həm fərqi yoxdur, istəyir iqtisadi sferada, istəyir sağlamlıq sferasında, istəyir hüquqi sferada, fərqi yoxdur. Xaricdən pul alacaq, olacaq sizin gözünüzdə vətən xaini, vətəni satdı, mən nə bilim nə oldu. Bu hakimiyyətin bu tezləri insanlar tərəfindən çox asanlıqla mənimsənilir və tutuquşu kimi, mən həmin adamlara adam demirəm, tutuquşu deyirəm, hakimiyyətin tökdüyünü əgər dənləyirsə və yaxud da təkrarlayırsa. Əgər xalqa ağız açacaqsan ki, gəl kömək elə, sənə lazımdır da bu işi görmək. Fərqi yoxdur, istəyir Tərtər işini araşdırmaqdır, istəyir Əvəz Zeynalının sağlamlığına kömək eləməkdir, müalicəsinə kömək eləməkdir. Sən pulsuzluqdan əziyyət çəkdiyinə görə
Sənə götürüb bu şübhəni atacaqlar ki, Abid özü üçün pul yığır, Qurban özü üçün pul yığır. Buradan da qapını bağladılar. Yaxşı biz nə edək? Hə, necə eləyək? Nə vaxta kimi biz balalarımızın boğazından kesib, məni ignor eləyən kütləni xilas eləmək üçün özümüzə orada köz atmalıyıq. Abid bəy, təcrübə var da, sən niyə təəccüblərisən, qardaş? Axı, sən niyə narahatsın? Sənə quzu kəsin. Söhbət narahatçılıqdan getmir. Qulaq az, düzgün başa düşməyəri, insana başa düşmək qorxuram. Biz tərtər işini araşdırırdıq. Necə araşdırırdıq? İlhan Maslanoğlu'nun pulu yox, parası yox. Mənim pulum yox, param yox. Xalq yardım elədi. Son qəpiyinə qədər, benzininə qədər maşın vuruldu, xahiş elədim, dərhal pul göndərilib, maşın təmir elədik. Birinə bir maşın aldıq. Elə işlər görmüşük ki, hamısı xalqın hesabınadır. Bir qəpiyə əzəmətəli bilərsiniz. Allahım şahiddir ki, nə bir dövlətdən, nə bir qrant təşkilatından, nə bir oliqarxdan bu işlər aparmaq olsun, bu günə də bir qəpiyə almadıq. O günləri bizə kompüter lazımdır, demişəm. 4 nəfərə şəxsən zəng elədim. Biri dərhal 3000 dollar göndərdi, biri 2000 dollar göndərdi. Demək, cəmisi 9000 dollar pul yığıldı. Amma bizə 20.000 dollar, 19.850 dollar minimum pul lazımdır ki, o yapay zəki kompüteri alaq. Yəni, biləsiniz ki, xalqımız artıq o yardımlaşma məsələsi var, o təcrübəni yavaş-yavaş əldə eləməkdədir. Kənardan kim nə desin? Ay bu dilənirlər, ay bu özü üçün yığır. Bəli, özüm üçün yığıram, deyirsən, əcəb eləyirsən, deyirsən. Dilənir, bəli, dilənirəm, əcəb eləyirəm. Sən indi arası mənim əvəzimdən, boş şeydir. Abid bəy, kənardan belə hürənlərə fikir vermək lazım deyə qadan alım. Bunlar məhz bu işi pozmaq olsun, sənin ləyaqəti toxumağa çalışırlar. Yox, mən gedib xarici dövlətdən pul almalıyam. Gedib xarici təşkilatdan pul almalıyam ki, dövlətimə qarşı xəyanət eləyəm. Yox. Mənim gözəl xalqım var, millətim var. Xalqla işləmək lazımdır. Kənardan danışdığında fikir verə bilmə. Hər şey belə olacaq, darıxma. Bir də Qurban bəy, İnşallah. İcazənizlə mən ayrılmadım. Abi də üzr istəyirəm. Təşkilatları quran insanlara deyirik ki, o təşkilatlarınıza pul verin. Məsələn, demirsiniz bayaqları məhəllə təşkilatları yaradın, nələr yaradın, nə yaradın. Orada üzülü haqqını onlara verin. Biz demirik bizə göndərin. Onlara verin. Yəni millət ümumiyyətlə bu yardımçı bir millətə çevrilsin və bilsin ki, onun xilası öz əlindədir. O maliyyə yardımını göstərməlidir o dərnəyinə, o nəmə təşkilatına, o ictimai təşkilatına, məhəllə təşkilatına, nəyə onlara göndərmə, üzvlük haqqı verməlidir. Məsələn, bizim çətinliyimiz olanda müraciət edirik Milli Müqavimət Hərəkatının üzvlərinə yardım göstərirlər, o şeyi aradan qaldırır. Yəni təkcə kimsənin gücündə deyil ki, o məsələn deyək ki, qardaş, mən eləyəcəm, o eləyəcək. Yox, çətinliyə düşəndə o da deyirik, 1 manat, 2 manat hərəsi verilir, düzəlişir, görüşür, bir məsələni həll edirik. Belə olmalıdır. Bu cür, başqa yolumuz yoxdur bizim. Biz deyəsən bayaq müdaxilə elədik, Abid bəy o tədbirləri axıra qədər oxumadı. Xalq bayaqdan tələb edir ki, əsas qarşı tədbirdə nə etməlidir millət ki, bu alçağın əməlləri qarşısını alsın. Dostlar, deməli, mənə indi məlumat gəldi ki, Nizami rayon məhkəməsinə getmək üçün ən yaxını Qara-Qaraya metrosudur. Bəli, Qara-Qaraya metrosu. Qara-Qaraya metrosundan çıxırsınız, oradan Nizami rayon məhkəməsinə ayın 24-də saat 15:00 hamı olsun Nizami rayon məhkəməsinin qarşısında. Hər gün biz bunu xatırladacağıq. Abid bəy, nə məsləhət görür? Deyirsən, demmirsən? Düşünürəm, artıq 2 saat 40 dəqiqədir. Bunu biz müzakirə eləyə-eləyə başqa bir proqram bir saatdan yuxarı vaxt lazımdır. Onda yox, qalsın soruya. Onda qalsın soruya. Başqa proqram qoyaq, çox da maraqlıdır. Mənim özüm üçün də maraqlıdır. Hər kəs üçün maraqlıdır. Yəni burada istəyirəm izləyicilər dəqiq bilsin ki, bu fikirlərimizin toqquşması nə Qurban bəyə, nə mənə lazımdır. Biz bunu bu cürlə toqquşdururuq fikirləri ki, həm həqiqət üzrə çıxsın. Mənim üçün yox, mən də bilirəm mən nə iş görürəm. Bu günə qədər də nə gözüm nə başqasının cibində olub, nə hansı bir xarici ölkənin. Yox, sən biləsən ki, reallıq nədir, vəziyyət nədir. Həqiqətləri sən biləsən. Yəni, ümumi maariflənirik. Vəssalam. Yoxsa Qurban bəy də bilir ki, işi necə görmək lazımdır. Teymur bəy də mən onlara dəstəyəcək və yaxud yol göstərəcək adam da deyirəm. Yox, əksinə. Biz bunları müzakirə eləməliyik. Fərqli fikri də deməkdən çəkinməməliyik. Bir dahinin sözü idi, bu soyuq müharibə terminini işlətmiş və onun müəllifi olan. Deyir, əgər bir yerdə hamı eyni cür düşünürsə, deməli orada heç kim düşünmür.
Orada totalitarizmdir. Gözəl. Yəni bu olmazsa siz gözləməyin ki, nə olsun Teymur bəy, Qurban bəy, mən eyni platformadayıq, eyni fəaliyyətdə istiqam. Siz gözləməyin ki, Teymur bəy, Qurban bəy, mən və yaxud da kim olur olsun burada, fərqi yoxdur. Biz hamımız mütləq istənilən mövzu haqqında eyni şeyi fikirləşməliyik. Elə dünya yoxdur, elə yaradılış yoxdur. Müxtəlif fikirlərin də üz-üzə gəlməyi heç də həmişə düşmənçilik demək deyil. Demokratiya debatlarla başlayan, bu fərqli fikirlərin debatı ilə başlayıb ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə formalaşır. Bəs demokratiyanın keçəcəyi yol budur. Fərqli fikirlər debata başlayır və sonda da ədalətli, şəffaf seçkilərlə də nəticə əldə olunur. Vəssalam. İcazənizlə Qurban bəy, mən çıxardım. Doğrular. Artıq belə debatlara çoxdan vərdiş edib, hazır narahat olmuyor. Oldu, yekunlaşdıraq. Teymur bəy deyəcəyiniz var mı? Yox, sağ olun Qurban bəy, çox sağ olun, təşəkkür edirəm. Var olun, sağ olun. Çox sağ olun.